Belə bir dənə burada var. Yəni mən bunu şişirtmək üçün çəkmirəm və biz bundan biz bunu bir faciə kimi eləyib, yəni ağlaşma da qurmamışıq. Sadəcə Allahın qismətidir, Allahın verdiyi ruzudur. Yəni bu il belədir də. Yəni əsas odur ki, sağlıq olsun. Yəni sadəcə soruşurlar dostlarımız, qardaşlarımız. Və həqiqətən belədirmi? Yəni insanların inanmaqları gəlmir. Bu normaldır. Məsələn, burada biri var. Bu boyda böyük budaqda. Baxın. Burada biri var. Yəni tapdım. Bu budaqda da biri var. Yəni bu normaldır. Yəni təəccüblənməkləri yəni normaldır. Çünki belə bir şey heç kimin ağlına gəlməz də. Hətta deyərdim ki, Napolyon 1812-ci ildə Rusiya ilə müharibədə bu cür zərbə almışdı. Bir də 2025-ci ildə. Burada 3-4 dənə var budaqda. Yəni Napolyon tarixində 2 dəfə bu cür zərbə alıb. Təbii ki, zarafatla dedim. Söhbət fərqli Napolyonlardan gedir. Yəni ki, belə bir şey. Yəni, bu budağı nəyə göçəkdim? Bu budaqda bir gilas var. Bu qədər dəyərli dostlar. Bu da növbəti xrustalımız. Həməndir. Yəni heç bir qeyri-adi. Bunda heç... birini tapdım burada. Var. İnsafla danışmaq lazımdır. Bir gilas var. Desəm yoxdur, yalanlar. Biri də buradadır. Biri də oradadır. Yəni bu qədər.